Allahın səlamı, rahmət və bərəkəti əziz Minbər TV izləyicilərin, bizi sosial şəbəkələrdə izləyən böyüklərimizin, həm yaşıdlarımızın və evladlarımızın, bizi tanıyan, bilən, dinləyən, bizi təqib edənlərin üzərinə olsun. Allaha həmd olsun ki, bir əqidə dərsi başlatdıq. Neçə aylardır davam edir Allahın izni ilə. Aralara 2 Ramazan da girdi. Biz bu hadisələrin axirət günü mövzusuna çatmışıq əqaiddə. Bilirsiniz, İslamın 5 şərti var, imanın 6 şərti var. Biz də əqaiddəki imanın şərtlərindən 5-cisini üzərində söhbət edirik, müzakirələr edirik. Keçən söhbətimizdə, keçən dərsimizdə biz qiyamətin əlamətlərindən danışdıq. Bir dərsdə kiçik əlamətlərindən, bir dərsdə də böyük əlamətlərinə bir giriş elədik. Ən böyük əlamətlərdən biri olan Dəccalı danışdıq. Sonra Duxan, bir tüstünün, bir dumanın hadisəsini anlatmağa çalışdıq. Sonra Dabbətül Ard, yer heyvanı. Bugün də 4-cü olaraq günəşin qərbdən, batdığı yerdən doğması deyə bir hadisə var. Bu hadisə nədir? Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellemin hədislərində bildirilir. Bir də Qurani Kərimdə qiyamətin bəzi əlamətləri gələndə artıq inanmayanların və yaxud da imanında bir fayda görməyənlərə bir xeyir olmaz deyə mənasında söylənmiş bir şeydir. Ona görə Əfəndimiz sallallahu aleyhi ve sellem də Dəccal çıxanda, günəş qərbdən doğanda və yaxud da Dabbətül Ard çıxdığı zaman artıq iman etməyənlərin imanının bir faydası olmaz deyirlər. Bəzi Mu'təzilə alimləri bu namaz qılmayanları da böyük günah işlədiklərinə görə artıq imansız saymışdılardı. Amma biz o şəkildə demirik, deyirik ki, inanmaqla əməl etmək fərqli şeylərdir. Amma inananların əməl etməsi də lazımlı bir şeydir, vacib bir şeydir. Günəş qərbdən necə doğacaq? Hadisəni belə anlatırlar. Günəş batdığı yerdən bir gün insanlar, indi bir təbii bir halımız var. Hər gün baxırıq ki, şərqdən günəş doğur. Günəşin doğduğu yerlər fərqli olsa da biz eyni yer kimi görürük. Yəni oradakı halları tam biri anlamırıq. Bizdə günəş doğur, başqa yerdə günəş batır. Bunu bəzən yer kürəsinin bu elips şəklində olmasıyla izah edilir. Təbii bir hadisə kimi. Amma onun necəliyi haqqında isə tam belə bir məlumat söyləyə bilmərik. Yəni günəşin görünməsi, burada batan günəş orada mı çıxır, orada mı görünür deyə bilmərik. Çünki Rabbul Məşriqeyni və Rabbul Məğribeyn deyir Qurani Kərimdə. 2 şərqin və 2 qərbin Rəbbi olan, bəlkə də bu dünyadakı günəşin bizdə batdığı zaman başqa yerdə doğduğunun ifadəsini bildirmək istəyir Allah Teala. Amma bu günəş bir gün insanlar qalxacaq qiyamətə yaxın. Görəcəklər ki, günəş həminki yerindən doğmadı. Qərbdən, batdığı yerdən doğdu və hər kəs iman edəcək. La ilahə illallah Muhammedur Rasulullah deməyə başlayacaqlar. Amma dünən deməyibsə, bugünə qədər iman etməyibsə, onun bir xeyri olmaz deyirlər. Çünki artıq bu qiyamətin böyük əlamətlərindən birisidir. Bu günəş doğacaq. Rivayətdə deyir ki, günəş doğacaq, batdığı yerdə doğdu, göyün ortasına qədər gəlir, doğduğu yerdə batmır. Ortasına kimi gəlir, amma geri dönüb yenə orada batır. Belə izah edirlər. Bunu bizim klassik kitablarda o şəkildə başqa cürə izahı da yoxdur. İzah edən də yoxdur. Eləmək istəyən də, buna cürət edən də yoxdur. Günəş o zaman doğduğu yer fərqli olacaq, batdığı yerdən doğacaq. Bunu bəzən deyiblər ki, günəş bir İslamiyyətdir. İslamiyyət qərbdən doğacaq, oradan çoxalacaq, elm bir yayılacaq və s. Geridən gələcək deyə izahlar etsələr də, günəşin qərbdən doğmasını fərqli bir şəkildə söyləsələr də, izah etsələr də, biz yenə olduğu kimi inanırıq. Oradan doğacaq, gün ortaya kimi gələcək, sonra da geri dönüb batacaq. Bundan başqa bir də İsa Aleyhisselamın nüzulu var. İsa Aleyhisselamın enməsi var. Bu hadisə də geniş bir hadisədir. O zamandan bu zamana ixtilaf edilən bir hadisədir. Xristiyanlarda məsələn, bir qurtarıcı gələcəkdir, Məsih gələcəkdir. Yəni, onu o şəkildə söyləyirlər. Bizim inancımızda isə İsa Aleyhisselam göyə qaldırıldı 33 yaşında. Hədislərdə deyir ki, İsa Aleyhisselam enəcək, Şamda enəcək. Yəni, Orta Şərq dediyimiz o Şamda, Suriyada, Diməşqdə, Ağ minarədə orada enəcək. Sonra yanında mələklər də var, onu endirəcəklər, gətirəcəklər. Olduğu şəkildə saçı təzə
belə sulanmış, təzə belə düppədüz bir saçı var İsa Aleyhisselamın. Yanında rahmet olarak, merhamet bir eskiden bir peygamber olduğuna göre bu zaman ise geldiği zaman peygamber olarak yok. Bizim peygamberimiz sallallahu aleyhi ve selleme ümmet olarak gelecek ve bu ümmete Allah'ın emriyle, Allah'ın bir inayetiyle, yardımıyla bir yardımcı olarak gelecektir. İsa Aleyhisselam'ın gelmesi hakkında hadislerde 7 il bir de 40 il yer üzerinde yaşayacağı, bu hadisi de birleştirende muhteliful hadis ilmine göre bu hadisleri birleştirip deyirlər ki 33 yaşında göğe kaldırıldı, gelecek 7 ilde yaşayacak, evlenecek, oğul uşağı da olacak, sonra 40 yaşında vefat edecek. Bu eyni hem 40 yıl yaşamış hadisiyle de üst üste düşür, uygun düşür. İsa Aleyhisselam'ın en büyük görevi o zaman da bizim Mehdi'nin, bizim kaynaklarda olan Mehdi, Hazreti Mehdi'nin Aleyhisselam da deyirlər buna, radiyallahu anh da deyirlər, Allah ondan razı olsun. Peygamber Efendimiz sallallahu aleyhi ve sellem neslinden gelecek bir Mehdi, adı adımdan, babasının adı, atasının adı, atamın adı kimi. Yani biz Muhammed bin Abdullah olarak başa düşürük. Böyle bir insanın geleceği var. O zamandan bu zamana 1400 ildir herkes özünü Mehdi ilan edenler çoktur. Ben Mehdiyim diyenler çoktur. Ama əsl Mehdi'den maksat bir insanlara hakiki bir idareci olan, doğru yolu göstermeye çalışan, bunu farklı şekilde bir cemaat kimi de söyleyenler olubdu. İslam'ın yeniden belə nəşr-i-nəma tapması, yayılması, genişlenmesi kimi de anlatanlar olubdu. Ama bizim hadis kaynaklarında Hazreti Mehdi'ye ait cəmi 12 tane hadis var. Bunların bəziləri səhihdir, bəziləri həsəndir, bəziləri zəifdir. Yani cəmi 12. Başka kaynaklarda ise 6000'e kadar rivayetler var. Bunların bazen düz olanları var, səhv olanları var, uydurma olanları var. Allah Teala bize bu yolda kömək eylesin. Hz. Mehdi ile İsa Aleyhisselam aynı zamanda olacaklar. Biri inecek, biri de dünyaya gelip bu genç bir yaşa çatacak. Bizim inancımız da budur. Ve insanları o Deccal'ın zulmünden kurtarmak için orduları birleştirecekler. İsa Aleyhisselam kılıncıyla Deccal'ı öldürecek. Yani hatta onu üstüne gidecek. O da onu gördüğü zaman eriyip yok olacak, ölecek. Kılıncıyla da onu vuracak. Sonra namaz vakti gelecek. O namaz vaktinde İsa Aleyhisselam'a Hz. Mehdi diyecek ki geç bize imamlık ile. O da yok. Müminlerin imamı sensen diye onu öne geçirecek. Ve İsa Aleyhisselam onun arkasında böyle namaz kılacak. Dediğimiz gibi az bir müddet yaşayacak. Ve sonra da yani kıyamet zamanı olduğu için o zamanda da günlerin uzunluğu nece olduğunu biz bilmirik. Yine Deccal hadisinde söylediğimiz gibi bir gün bazen bir yıl kimi, bir gün bir ay kimi, bir gün bir hafta kimi ile günler gelecek. Bu İsa Aleyhisselam'ın zamanında değil olacak. Sonra Yecüc ve Mecüc Kur'an-ı Kerim'de 2 surede geçen, 2 ayede geçen Yecüc ve Mecüc. Yecüc ve Mecüc Fransız kaynaklarında Yağuh ve Mağuh diye geçir. Başka kaynaklarda da var. Tevrat'ta da var, İncil'de de var. Bunlar hakkında malumatlar var. Ama bu Zülkarneyn Aleyhisselam kıssasında, Kehf suresinde bunların şimala doğru Zülkarneyn Aleyhisselam gittiği zaman onun burada Yecüc ve Mecüc tayfaları var. Yer üzerinde fitne fesat salırlar. Zülkarneyn Aleyhisselam da onların üzerine Atuni zuberel hadid, yani bir isimmiş, yani kaynatılmış bir demir getirin dedi. O demiri isittiler o peçlerde, kalın ve sobalarda ve onu eridip onların üzerine döktüler. Bazılar dediler ki Zülkarneyn Seddi Zülkarneyn var. Bu Sedd dediler ki Çin Seddidir ama onu dediler ki yok. Yani kaynaklarda yok. Bu Çin Seddi değil. Çin Seddi onu Türklere karşı tikilmiş bir seddir. Yani o zaman savaşlarda. Ama Zülkarneyn Seddi hakkında ise mesela Dağıstan'ı fethettiği zaman orada bilirsiniz Derbent'te 2 dağın arasında Demir Kapı Derbent dediğimiz yerde orada bir 40 sahabenin qəbri var. Sahabe qəbirləri var. Ve orada da sanki demir tökülmüş kimi dere var. 2 dere var. O arada tarihçiler çağırırlar. O zaman dövrlerde sahabenin dövründe Hz. Ömer radıyallahu anh zamanında
buralar fəth olunur. O sahabədən, tarixçilərdən çağırırlar. Bu yer ola bilmə ehtimalı var deyənlər də oldu. Yəni o Dərbənd ərazisindəki, yəni orada Zülqarneyn əleyhissalam həm şimala doğru bir hərəkət elədi. O da olma, Allah bilir yenə nə olduğunu da yenə Allah bilir. Yəcüc-Məcüc tayfaları yer üzərində çox yayılacaqlar. Bu yayıldığı zaman da bir insanların, məsələn, onlar içdikləri suların hamısını içib qutaracaqlar. Yəni Təbəriyə gölü var. O gölün suyunu da içəcəklər. Zülm verəcək bir şeylər olacaqlar. Sonra Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir gün dedi ki, hər 1000 nəfərdən 999-u yəni cəhənnəmlik olacaq. Sahabe qorxmağa başladı, ağlamağa başladı. Allah sizə mərhəmət etdi. Sizin hər o 1000 nəfəri 999-un yerinə Yəcüc və Məcüc tayfalarından göndərəcək cəhənnəmə deyir. Ona görə sahabə biraz rahatladı. Bu nə deməkdir? O Yəcüc, Məcüc tayfalar çıxdığı zaman bir adama 1000 nəfər düşəcək. O qədər çox olacaqlar. Bu çox olduğu zaman da yer üzərində hər şeyi yeyib bitirməyə, yox eləməyə çalışacaqlar. Sonra da bir 40 il yaşayacağı da rivayətləri var. Bunlar çoxu səhih olmadığı üçün əqaid kitablarda bundan uzun-uzun danışmaq o qədər faydalı olmaz. Amma belə bir hadisələrin olacağı, sonra onların bir qulaqların dibləri şişərək, yəni öləcəkləri. Həzrət Əliyə soruşdular ki, radiyallahu anh, bunlar necədir? Çox kiçik bir şeylərdir. Yox dedilər, onlar 5 santıdan 5 metrə qədər fərqləri var deyir. Yəni o qədər fərqlidirlər. Yenə də Allah bilir deyir. Yəni bunları necə olacağını. Ondan sonra onlar hamısı öləcəklər, torpağa qarışacaqlar. Torpağa qarışandan sonra da bir bollluq, bərəkət olacaq. Bir bərəkət olacaq ki, məsələn, bir kənd bir qarpızdan doyacaq və yaxud yarım qarpızdan 10 nəfər, 20 nəfər doyacaq deyə böyük bir, yəni meyvələrdə də böyümə. İndi bugün o şeyləri, GDO-su çıxarılmış bir şeylər, meyvələr var, bəzi şeyləri. Onlardan mı söhbət gedir, yoxsa başqa bir şeydənmi? Allah bilir yenə. Amma yenə elə böyük meyvələr olacaq, çıxacaq deyir. Və yer üzərində də elə insanlar ondan bəzən 10 nəfər yarım qarpızla doyacaq, yarım alma ilə doyacaq deyə belə bir bərəkət, bolluq halı da gələcək. İnşallah bu dərsimizi də burada yekunlaşdıraq. Allahın izni ilə yenə bu dərsimizdə günəşin qəbdən doğulması, İsa aleyhissalamın nüzulu, Həzrəti Mehdi aleyhissalam ilə bərabər Dəccala qarşı savaşmaları, onu məhv etmələri, ondan sonra da Yəcüc və Məcüc tayfaları haqqında bir məlumatlar verdik. Allahın izni ilə inşallah gələn dərslərimizdə də geri qalan qismi haqqında qismən məlumatlar verməyə çalışacağıq. Allahın səlamı, rəhmət və bərəkəti üzərinizdə olsun.